Salam əziz, dəyərli izləyicilər. Bugün sizə şir bürcünü təqdim edirəm. Bax, əziz şirlər. Ətrafınızda bax, çox insanlar toplaşa bilər bu həftə. Hər kəs öz işini yavaş-yavaş çözəcək. Sizdən o qədər vaxtı ikən əl atmışsınız, əl uzatmışsınız, hər şey sizdən gözləyirlər. Lakin siz bütün ağır işlərin öhdəsindən gələ biləcəksiniz. Zəfərlər gözlənir siz üçün. Bəzi gözlərdən, nəzərlərdən də xəbərdarsınız. Lakin sizin şəxsi paylaşmalarınızdan, şəxsi həyatınızı, işinizdən paylaşdığınız bəzi şeylər var ki, onu tez nəzərlənirsiniz. Öz içinizdə danışa-danışa özünüz üçün yavaş-yavaş yol tapacaqsınız. Bəzi şeylərə əmək verərək, bəzi əksiklikləri tamamlayacaqsınız. Görə bilmədiklərinizi görə biləcəksiniz. Biraz çalışın, sakit olun. Həyat yolunuzu tapmaq üçün çox mücadilə edirsiniz. İçindəkinizi dilə gətirəcəksiniz. Bu həftə biraz yaxşı, biraz pis. Yəni, gah keyfiniz yaxşı ola bilər, gah keyfiniz pozula bilər. Birilərindən inad edən birilərinə elə bir çalışın, dirənməyin. Əlinizə önəmli bir kağız gələcək. Bax, bir əşya evinizə gələcək, ya əşyanızı dəyişdirəcəksiniz və ya bir yerdən bir yerə əşyanı yollayacaqsınız. Bir gəlinlik çıxdı, gəlinliyə baxmağa gedəcəksiniz. Toy, nişan mı, tarixi qoyulacaq. Çox hərəkətli olacaqsınız. Həyat yolunda güvənə çox üstünlük verirsiniz. Güvənmək istəyirsiniz, hədəfləriniz var. Amma riskə girmək də bəziləriniz risk problemi ola bilər. Çalışın ki, risklərə girsəniz də çox diqqətli olun, əzizlərim. Bir məsələni çözəcəksiniz. Bu həftə yavaş-yavaş güclənəcəksiniz. Bir məhkəməniz varsa sonuncu ola biləcək. Yaxınlarda bir sevgi başlaya bilər sizin həyatınızda. Uzun zamandır danışmaq istədiyiniz və ya gözlədiyiniz biriləri ola bilər. Çalışın, biraz bu həftə sinirlənməyin, öfkələnməyin. Çünki sinir çıxır, burada sinirlənə bilərsiniz. Zəkanızı istifadə edin. İçinizdəki ümidinizi itirməyin. Sevdiyin insana qovuşacaqsınız. Ölməyən bir sevgi bağı var. Yəni, dağılmayan, yıxılmayan bir sevgi bağı var. Lakin bir sevgi ilə də əlaqəli bir yıxım yaşaya bilərsiniz. Güvəndiyin birinin əli ilə əlaqəli, ya güvəndiyin biri ilə ilgili biraz elə bir sıxıntı keçirə bilərsiniz. Möcüzə gözlədikləriniz var ki, möcüzəniz də olacaq. Düzdür, inanmırsınız, bəziləriniz inamınız yoxdur. Yəni, möcüzələriniz həyatınızda ola biləcək. Duyğularınızı gizlədə bilərsiniz. Biriləri də duyğularını gizlədərək sizə tərəf gələ bilər. Siz sevəndə içinizdə bir günəş doğar. O günəş yalnız isitmək üçün deyil, aydınlatmaq, böyütmək, heyran buraxmaq üçündür. Ürəyinizdə bir yer açdınızsa, artıq qəlbinizdə bir yer açdınızsa, artıq o insana qarşı, ona tərəf olaraq, əlinizi uzadırsınız. Bax, biraz bu həftə diqqətli olun ki, ox atan, buğa, qız, oğlaq bürcü ilə əlaqəli iş birlikləriniz olacaq. Bax, bu iş birlikləri olaraq nəzərlənib nəfslənə bilərsiniz. Çünki diqqət nəzərində olacaqsınız bu həftə. Gündəmdə olacaqsınız. Hədəflərinizə doğru gedirsiniz. Göz aydınlığı anidən ola bilər. Bəzən özünüzə əmin deyilsiniz. Arxanızda duran biriləri maddi olaraq sizin çətinliklərdən, keçici çətinliklərdən keçirə biləcək. Beyninizdə o qədər şeylər, xəyallar qurmuşsunuz ki, planlarınızı həyata keçirəcəksiniz. Birilərinin arxasınca getməyini istəyir, lakin onun arxasınca gedərək bir yanlışlıq edə bilərsiniz. Yəni, ailədə də bir münaqişə mi deyim, anlaşmamazlıq mı deyim, hər kəs öz səhvini anlayacaq.
Keçmiş məsələləri danışa bilərsiniz. Evdən biriləri çalışıb, kompüter arxasında oturub evdən çalışa bilər. Maddiyyatla bir anlaşma ola biləcək. 3 nəfər, bax, sizinlə 3 nəfər danışaraq, 3 nəfərin də arxasında onları yönəldən insanlar var. Ona görə ona biraz diqqət edin. Evinizə bir əşya alacaqsınız. Sevdiğin insanla və həyat, ailənlə əlaqəli bir dəqiq qərarlar verəcəksiniz. Siz öz şirliyinizi göstərəcəksiniz. Bəzi şeylər əksik söylənə bilər bu aralar. Yəni taxılıb qalmayın bəzi məsələlərə. Qısa-qısa, uzun-uzun yollarınız ola biləcək, şəhər dəyişməsi ola bilər. Boşanma dərəcəsinə çata bilərsiniz ki, üçüncü şəxsin sizə maneçiliyi ola bilər. 4-5 nəfər arasında bir mirasla əlaqəli söhbətiniz ola bilər. Uzun zamandır çabaladığınız bəzi məsələni tamamlayacaqsınız. Maşın almaq istəyirsiniz, bəlkə də maşınınız var. Yəni yüksək model olan bir maşın almaq istəyirsiniz. Romantik bir zaman keçirəcəksiniz. Biriləri platonik bir sevgi yaşayırsınız, amma bu sevgi axıra kimi gedə bilməyəcək. Çünki burada birilərinin maneçiliyi ola biləcək, əzizlərim. Həftə sonu bir təmir işinə başlamaq istəyəcəksiniz, qərarlaşa bilərsiniz. Peşəkar insanlardan məsləhət alın ki, bir aldanma olmasın, aldanma riski var. Yəni öz peşəsini bacarmır, amma yalandan deyir, hə mən bunu belə eləyirəm, belə düzəldərəm, belə qəşəng eləyərəm sizə. Ona görə biraz diqqətli olun, riskə girməyin. Aldanmalar var bu həftə, biraz ona diqqət edin əzizim. 29-una da diqqət edin, bəziləriniz üçün, yəni uğursuz kimi deməyim, yəni çətin keçə bilər əzizim. 34 may uğurlu keçənlər üçün uğurlu ola biləcək. Bolluq, huzur gələcək. İkili sevgi həyatında biraz dostluğa diqqət edin. Var olan bir gözəl bir sevginizi sağlamlaşdıracaqsınız. Sağlığınız ön planda, diqqət edin. Bir oyanış olacaq sizdə. Yəni gözünüzü dörd açın. Bir an yolunuzu tapırsınız, sənədlə işlərinizi həll edəcəksiniz. 23 maya qədər bəzi ev dəyişimi, köçmə, belə bir şeylər ola bilər. 23 maya qədər bəzi qərarlar yəni verəndə diqqət edin, ağlınızla, zəkanızla düşünün. 4-5 ay öncəmi, 4-5 il öncəmi bəziləriniz qərar verdikləriniz olmuş. Yəni verdiyiniz qərarlarda bəzilərinizdə hətta peşmançılıq da olmuş, gözləmədikləriniz ola bilər, edə bilmədiklərinizi edəcəksiniz. Dövlət qurumunda işləriniz özünüzü göstərə biləcəksiniz, həqiqətlərlə üzləşə bilərsiniz. Rəhman surəsini, şir bürcündə olanlar, bax çalışın Rəhman surəsini tez-tez zikr edin. Bir də ki, işlərinizin yaxşı olmağı, yollarınızın açılmağı üçün 21 gün arxa-arxaya bunu oxuyun. İndi bax sizə başa salım. Həzrəti Peyğəmbərin öyrətdiyi bir sirli kəlmələrdir. Muradınıza çata bilərsiniz, bollu bərəkətliyə çata bilərsiniz. Bax, Allahu Əkbər kəbirə vəlhəmdülillahi kəsirə Sübhanallahi bükrətan, bax, bükrətan və isila. Yəni bunu yadınızdan çıxsa şərh bölməsində də yazaram. Yəni yavaş-yavaş ona görə dedim ki, götürə bilərsiniz. Qaçırdığınız bir fürsət olmuş, görə bilmədiyinizi görəcəksiniz bu həftə. Çox hissli olmayın, aşırı hissli olmayın, çalışın. İstəməyərək birini qıra bilərsiniz. Bax 2 ay, 2 gün, 2 həftə içində birilərini qıra bilərsiniz. Özünüz də qırıla bilərsiniz əzizim. Bax, bəzən həqiqətən də göründüyünüz kimi olmursunuz. İçinizdə düşündükləriniz, zehninizdə düşündükləriniz var. Beyniniz o qədər düşüncədən qarma-qarışıqlıq var beyninizdə. Çox və axşamlar narahatçılıq çökür bədəninizə, yuxusuzluq olur. Əngəllər varsa da, yəni o əngəlləri dualar oxuyaraq, zikirlər edərək, dualara bağlanaraq bu əngəlləri ortadan qaldıra bilərsiniz, darıxmayın. Sizi bitirmək istəyən var. Necə? Sizi sıfıra çatdırmaq istəyənlər var. Həyatda yaşadıqlarınız təcrübə qazandırdı sizə. Çox şeylər öyrəndiniz. Gələcəklə əlaqəli sevib seviləcəksiniz. Artıq şanssızlıqlar üzərinizdən gedir. Bəzi şanssızlıqlar yaşadınız həyatda. Gözəl şans gözlənilir. 4 əllə həyata bağlanacaqsınız. Biriləri sizinlə bu ara tərs düşə bilər.
19 may bəziləriniz üçün çox önəmli ola biləcək. Enerjiniz güclənəcək. Dövlət qapısında işləriniz gözəlliklərlə ola bilər. Adınızda E hərfi, N hərfi, K hərfi, Y hərfi, T hərfi varsa da enerjiniz güclənəcək. Həyatınızdan bərk yapışaraq həyatınızdan bəzi şeyləri çıxarda biləcəksiniz. Çox şeyə yorğunsunuz, yorğunluqdan qutaracaqsınız, olumsuzluqlardan çıxacaqsınız. İncələdiyin, bax, bəzilərinizin incələdiyiniz işlər ola biləcək. Yalnız siz şirlər gerçək sevgini içinizə alırsınız. Cömərtsiniz. Birini sevdinizsə, yəni gizləməzsiniz, ona sürprizlər edərsiniz. Yəni qarşı tərəfi həyatının mərkəzində qoyursunuz. İlgin yox, dəyərin, yəni ilgin üçün yox, dəyərin üçün. Hələm bəzi insandan vaz keçməzsiniz. Saxta olan sevgini ya saxta olarsa, ya dəyər verməzsə, arxana baxmadan gedərsiniz siz şirlər. Amma sizin ürəyinizdə yer almaq çox çətindir. Düzgünlük sevirsiniz. Partnyorunuzu incələyib seçənsiniz. Ürəyinizə aldığını kral, kraliçə kimi görərsiniz. Bax, gözləmədiyiniz insanlarla, ağlınıza gətirmədiyiniz insanlarla, bəzi xəbərlərlə rastlaşa bilərsiniz bu həftə. Bax, bu həftə maraqlı hadisələr olacaq bəziləriniz üçün. Həyatınızda çox dəyişikliklər baş verə biləcək. İşlə bağlı da ola bilər, ailə də bağlı ola bilər. Daha da perspektivli iş yeri tapa bilərsiniz. Əgər bu işdən məmnun deyilsinizsə, çıxıb doğrudan da gözəl perspektivli bir iş tapa bilərsiniz. Amma zaman lazımdır, əzizim, tələsməyin. Ətrafından bəzi insanlar, yəni bəzi insanlar öz parlaqlığıyla sizə tərəf gələcək, sizin arxanızca gələnlər ola biləcək, sizə güvənənlər ola biləcək, amma bəxtəvərlik verənlər də var, əzizim. Bax, əliniz açıqdır, ürəyiniz açıqdır. Kim sizdən borc istəyirsə xeyr deyə bilmirsiniz. O sizin xeyr deməməyiniz, xeyr deyə bilmədiyiniz halda, yəni itirirsiniz. Yəni elə bir siz xeyr deyəndə kimisə qəlbini qırırsınız, kimisə incidirsiniz. Yəni ürəyinizə pis gəlir, əzizim. Ona görə də xeyr deyə bilmirsiniz. Nə vaxt cibiniz dolu olubsa, o vaxt ətrafınızda dostlar olub. Nə vaxt cibiniz boş olubsa, o dostları tapa bilməmisiniz. Ona görə artıq həyata tamamilə başqa cür baxırsınız. Tamamilə çox şeylər həyatda dəyişdirdiniz. Çox insanları əleydən keçirtdiniz. Bütün eksiklikləri tamamlayacaqsınız. Bir də ki, bax, ailə içindən biriləri də inatçılıqla sizə qarşı çıxa bilər, əsəb keçirə bilərsiniz. Çalışın, yəni özünüzə əl alın hardasa. Bir də övladınla biraz çəkişə bilərsiniz. Biraz aranızda narahatçılıq ola bilər. Yəni anlaşmamazlıq, övladınız başqa söz deyə bilər, siz başqa. Övladınızı düz, doğru bir yola çəkmək istəyirsiniz, amma övladınızın ətrafındakı olan insanlar dediyi yolla getdiyinə görə sizə o təsir edə bilər. Amma yenə də övladınızla qürur duyaraq irəliyə doğru gedəcəksiniz. Hərdən güvəniniz itir, hərdən özünüz yəni tənhalaşırsınız. Hərdən qohumdan, əqrabadan, valideyndən, uşaqlardan uzaqlaşırsınız. Həyat buymuş demək deyirsiniz. Yəni həyatımı bəzən oturub fikirləşirsiniz ki, həyatımı çox boş günlərimi bəzi insanlara, yəni zamanımı bəzi insanlara sərflədim, heyfslənirsiniz. Heyfslənməyin, gözəl günləriniz qarşınızdadır. Üzr istəyirəm, yenə də o gözəl günləriniz qarşınıza gələcək. Diqqətinizə görə var olun, sağ olun. Dəstəyinizə görə çox-çox sağ olun. Nə yaxşı ki, varsınız əzizlərim. Sizləri çox sevirəm. Yenə də var olun, dualarım sizlə olsun. Sağ olun, var olun.